Nigaran qalma. Önəmli şey budur ki, bir xəstəlik vardır. Bir də o sel kimin axan o nigarançılıq vardır ki, o adamı yıxar yerə. Nigaranlıq həqiqətən. Xəstəlik bir təbii bir şeydir. Onun müəyyən dərmanı olacaqdır. İnşallah rəhman bu dərmanı sən yiyəcəksən və Allahın lütfü ilə Allah o dərmanda əsər qoyacaq, təsir qoyacaqdır inşallah rəhman. Önəmli budur ki, sən nigaran olmayasan. Yəni, sənin bədənində müəyyən problem vardır, müəyyən xəstəlik vardır ki, o öz işin görür. Lakin o ruhi cəhətdən, psixi cəhətdən təslim olma. Əllərini qaldırma yuxarıya ki, bu səni tez aradan aparar. Nigaran qalma. Xüsusilə MS xəstəliyində də o xəstənin əhval-ruhiyyəsi çox təsir. Biri bu, birinci bu, ikinci bu budur. Başardıqca uşaqlar kimin atılıb düşəcəksən. Mən bunları dedim məsələn xanım Musavi, bu getmişdi evlərinə, evdə balaca uşağı vardı, onunla atılırdı, idman elirdi, məllah vururdu, oynurdu, hər iş görürdü də. Deyim, mən icazə verim, hər iş görsün gör evdə. Həyat yoldaşı deymişsən, dəli olmuşsan. O da diyor, demiş ki, bizim hacamız mənə bir şey deyibdi. Xanım Musa, bu o qədəm şad özün apardı, o qədəm şad apardı ha özün. Əhval-ruhiyyəsini şad apardı. Nigarançı yoxdur ki, olan olacaq da. Mən niyə bundan əvvəlki bir hadisə üz verə, özümü yıxam yerə? Xanım Musa, bu ruhun şad apardı, atıldı, düşdü. Bu atılma, düşmə, bu idman, bu sport bədəni gücləndirər. Yəni, o qanın oksigenin çoxaldar. Qanın oksijeni çoxalsa, bədənin hər nöqtəsində o qüvvət yetişər. Xanım Musavi, bu həkimlər ki, bunun MS-in təsdiq eləmişdilər, o MRI-dir, o eskəndə olan neçə aydan sonra Allahın lütfi ilə həkimlər sonra yine bunu izləmişdilər, onlara görmüşək yoxdur. Və əlində, o gözündə o problemlər ki var idi, Allahın lütfi ilə aradan getmişdi. MS də bir cürdür, ya dərman da olar, ya onun qarşısı alınar, ya onun sürəti azalar. Azalır, bəli. Önəmli yoxdur bu. Yəni, İslam ərz edəyəm, öz əllərindədir birinci addım, ikinci addım və önəmli addım. O da budur ki, qorxmayacam. Əgər getmə sözü vardı, gətirib də aparacaqdır. Hara gedirəm mən? Allahın rəhmət bağrısına qeyəcəm da. Bunun qorxusu yoxdur, bunun nigarançılığı yoxdur. O düşüncə insanı sakitləşdirir, o ürəki sakit oldu və şad yaşayacaqdır. Ey vay, mən nə olacaq? Yox, atıb, tüş, get, gəl, bağ, çöl, dolanma və inşallah bunların hamısı yığışar və səbəb olar ki, adam o dərmanlar tez əsər edir.